Suraxanıda Gənclər Günü qeyd olunub. Suraxanı rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Nazirliyinin Akademiyasının və Yasamal rayon İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 2 fevral Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib. Fövqəladə Hallar Nazirliyinin Akademiyasında baş tutan tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Akademiyanın rəisi general-mayor Baba Salayev, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı rayonundan Milli Məclisə seçilmiş deputatlar Sevinç Fətəliyeva, Qaya Məmmədov, rayon İcra Hakimiyyəti başçısının müavinləri, idarə, müəssisə və təşkilatların rəhbərləri və rayon gəncləri iştirak ediblər. Tədbir öncəsi Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri düzülüb. Sonra nailiyyətli gənclərin müxtəlif sahələr üzrə hazırladıkları sərgiyə baxış keçirilib. Akademiyanın akt zalında davam edən tədbirdə dövlət himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 2 fevral Azərbaycan Gəncləri Gününə həsr edilmiş videoçarx nümayiş olunub. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək müstəqil Azərbaycan gənclərini bu əlamətdar gün münasibətilə təbrik edib. Onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb. Gənclərin cəmiyyətin ən fəal və dinamik təbəqəsi olduğunu diqqətə çatdıran rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, ölkəmizdə gənclərlə bağlı dövlət siyasəti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır və Azərbaycan gəncliyinin inkişafına tarixi bir töhfə verən dövlət gənclər siyasəti bu gün də uğurla davam etdirilir. O bildirib ki, Azərbaycan gəncləri bu gün ölkənin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatında fəal iştirak edir. Beynəlxalq arenada dövlətimizi layiqincə təmsil edirlər. Adil Əliyev gənclərin təhsil, idman, mədəniyyət və innovasiya sahələrində əldə etdikləri uğurlardan danışaraq onların potensialına daim dəstək göstərildiyini də qeyd edib. Rayon İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, hər zaman Azərbaycan gənclərini dəstəkləyən Prezident cənab İlham Əliyevin və 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərin fəaliyyətinə yüksək diqqət göstərməsi hər bir gənci ruhlandırır. Həmçinin bütün gənclərə möhkəm can sağlığı və yeni nailiyyətlər arzulayan Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Baba Salayev və Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxışlarında bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual dünya görüşlü gənclərin yetişməsində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, gənclərin bilikli, vətənpərvər və təşəbbüskar ruhda yetişməsi ölkəmizin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Rayonun fəal gənci Elay Kərimli də çıxış edərək Prezident cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğısından bəhs edib. Gənclərin ölkə başçımızın ətrafında sıx birləşdiklərini, ölkədə həyata keçirilən daxili və xarici siyasəti birmənalı şəkildə dəstəklədiyini diqqətə çatdırıb. Tədbirdə bir qrup gənc 2 fevral Azərbaycan Gəncləri Günü münasibətilə rayonun ictimai həyatında fəal iştirakına və əldə etdiyi nailiyyətlərə görə rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif ediliblər. Tədbir Yasamal rayon İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin təqdimatında bədii hissə ilə davam edib.